Magistr tələbələri xüsusilə xaricdə oxumaq istəyərkən ən böyük hədəfləri xaricdə oxuduqdan sonra orada qalıb işləmək, iş tapmaq, gələcək karyerasını qurmaq və bir çox başqa hədəflər var. Çünki xaricdə oxumaq istəyən magistr tələbəsinin çox sadəcə oxumaq deyil, oxuduqdan sonra xüsusilə ixtisaslaşıb kadr, karyera, şirkət qurmaq, biznes qurmaq kimi hədəfləri var. Xüsusilə Amerika, Kaliforniya, Silicon Valley tərəfə gedən tələbələrin ən böyük hədəfi orada Silicon Valley-də işləmək və orada özlərinə bir sahibkarlıq şirkəti qurmaq, davam etdirmək, investisiya almaq və bir çox ideyalar var. Və bu gün daha çox siz hansı ölkədə oxuduqdan sonra iş tapa bilərsiniz, işləyə bilərsiniz ixtisasınız üzrə və nə qədər işləmə imkanınız, şansınız var, ölkənin qanunları bu haqqda nə deyir, bunlar haqqında ətraflı danışacağıq. Bu ölkələrin başında Kanada gəlir. Kanada bildiyiniz kimi həmişə immiqranta ehtiyacı olan bir ölkədir, amma Kanadanın əsas qaydaları odur ki, siz həmin ölkədə oxuyub, həmin qaydaları, həmin mədəniyyəti, həmin ölkənin sistemini öyrəndikdən sonra orada qalıb işləyəsiniz. Kanadada oxuduqdan sonra, xüsusilə magistr proqramını bitirdikdən sonra siz avtomatik 2 il və ya 3 il işləyə bilirsiniz. Ondan sonra siz daimi resident permit alırsınız və 5 ildə tamamladıqdan sonra siz vətəndaşlığa başvurub Kanada vətəndaşı ola bilərsiniz. Yəni Kanada bildiyiniz kimi bu ölkələr arasında həm iş tapmaqda, həm oxumaqda, həm oxuduqdan sonra orada qalıb işləyib və vətəndaş olmaq üçün ən asan, ən rahat, ən çox istəkli olan ölkədir. Çünki ölkənin ərazisi həddən artıq böyükdür, ölkənin əhalisi həddən artıq azdır. Yəni dünyanın ikinci bir ölkəsi sahəsinə görə və sadəcə 30 milyon insan yaşayır və Kanadanın həddən artıq immiqranta ehtiyacı var. Son illər Kanadada biraz bahalaşma və müəyyən problemlər olduğu üçün immiqrasiyada müəyyən limitləri var. Amma orada gedib oxuyan üçün ondan sonra orada qalıb işləmək, yaşamaq heç də çətin deyil. Bugünə kimi Kanadaya bu məqsədlə gedən tələbələr demək olar ki, hamısı orada iş tapıb, hamısı orada yaşayır, həyatlarını, karyeralarını, bizneslərini qurublar. Kanadaya gələn tələbələrin çoxu, yəni indiki biznes istifadə edən tələbələrin çoxu xaricdən gələn tələbələrdir. Azərbaycandan gedən tələbələr də kifayət qədər var və Kanadada bu siyahıda, yəni özü olaraq illegal yolla deyil, başqa iş görmək deyil. Yəni gedib siz Kanada oxuyuq ya restoran işlətməyi və ya digər işləri mən saymıram. Kanadada sadəcə ixtisas oxuyub, həmin sahədə işləyib, ondan sonra vətəndaş olanların sayı kifayət qədərdir. Ona görə əgər siz həqiqətən başqa ölkədə oxuduqdan sonra qalıb işləmək istəyirsinizsə, təcrübə qazanmaq istəyirsinizsə, Kanada sizin üçün ən rahat, ən uyğun, ən kalitəli seçimdir. İkinci ən önəmli ölkə bildiyiniz kimi Avropadan Almaniyadır. Almaniyanın bir çox üstünlükləri var. Azərbaycandan hər kəs çox zaman Almaniyada qalmaq, oxumaq, işləmək istəyir təbii ki. Və bugün Almaniya həkimlər olsun, digər sahə mühəndislik olsun, Azərbaycandan çoxlu ora immiqrasiya edib, yaşayıb, oxuyub, yaşayıb işləyənlər var. Amma Almaniyanın iki əsas üstünlüyü var. Üstünlüklərdən biri Azərbaycana yaxınlığıdır, birbaşa uçuşdur. Almaniyaya gediş-gəliş çox rahatdır və təbii ki, Avropa ölkəsidir, Azərbaycanla çox yaxınlığı var. Ona görə siz Almaniyaya köçməkdə çox çətinlik çəkmirsiniz və təbii ki, orada çoxlu yaşayan Azərbaycanlılar, Almanlar, Türklər, Ruslar, postsovet ölkələrindən olan insanlar əlbəttə ki, sizə networking anlamında çox kömək olur. İkinci əsas üstünlüyü, əgər oxumağa gedirsinizsə, oxumaqdan sonra işləməyi planlaşdırırsınızsa, Almaniyada təhsil dövlət universitetində çox zaman ödənişsizdir. Bu da magistr tələbələri üçün çox böyük üstünlükdür. Çünki onlar Almaniyaya gedib, oxuyub və işləmək istəyirlər. Və Almaniyada bildiyiniz kimi bütün tələbələr 20 saat part-time, həftədə 20 saat işləyə bilirlər. Universitet təhsili olmadığı dövrdə tam ştat işləyə bilirlər və bu da bir çox tələbələr üçün böyük üstünlükdür. Siz magistri bitirəndə artıq siz təxminən 18 aya yaxın Blue Card deyə bir resident permit alırsınız. Həmin Blue Card əsasında siz ixtisasınız üzrə İstənilən sahədə, amma sadəcə Almaniyada işləyə bilərsiniz. Bu da sizə böyük imkan gətirir. Çünki Almaniyada siz həm oxuyursunuz, oxuyarkən demək olar ki, təhsil haqqı ödəmirsiniz və sadəcə yaşayışı təmin edirsiniz. Oxuduqdan sonra da və ya oxuyarkən də əgər imkanınız varsa müəyyən qədər işləyə bilirsiniz.
Oxuduqdan sonra ixtisasınız üzrə tam ştat işləyə bilirsiniz. Bir neçə ildən sonra o oturma izni, yəni resident permit alırsınız. Əvvəl 5 il idi, indi 7 ildən sonra da vətəndaşlıq üçün başvuru eləyə bilirsiniz və bu Almaniya üçün çox-çox önəmlidir. Almaniyanın da gənc əhalisi artıq yaşlanır və onların yeni immiqrantlara, xüsusilə təhsili, bacarığı olan immiqrantlara daha çox ehtiyacları var və siz təbii ki, əgər Almaniyada oxuyursunuzsa, başqa ölkələrdən fərqli olaraq Almaniyada qalıb işləməniz və gələcək Alman mədəniyyətinə alışmanız üçün çox-çox rahat olur və bu Almaniyanın ən çox istədiyi immiqrasiya prosesidir. Amma bildiyiniz kimi Almaniya Alman dilli bir ölkədir. Yəni ingilis dili nə qədər keçərli olsa da siz o həyata alışmaq, Almaniyada qalmaq, Almaniyada işləmək istəyirsinizsə, universiteti ingilis dilində oxusanız belə Alman dilini öyrənmək əsas şərtlərdən biridir. Çünki siz zaten vətəndaşlıq almaq istəsəz, Alman dili keçilməz bir səthdir. Mütləq öyrənməlisiniz, müəyyən bir səviyyəyə gəlməlisiniz, rəsmi imtahan verməlisiniz və Alman dili ingilis dilinə bənzərliyi olsa da ingilis dili qədər bizim üçün çox rahat deyil. Alman dilinə biraz daha çox cəhd etmək lazım olur, biraz daha çox üzərində işləmək lazımdır. Amma mümkünsüz də deyil. Yəni Alman dilini öyrənmək, Çin dilini öyrənmək kimi deyil. Avropa dilidir, ingilis dilinə çox yaxındır, sözlərin bir çoxu ingilis dilinə bənzəyir. İngilis dili bilən üçün Almaniyada Alman dilini öyrənmək çox da çətin deyil. Və ona görə siz fokusunuzu itirməməlisiniz. Əgər Almaniyaya getdiniz, oxuyursunuzsa, Alman dili oxuyarkən mütləq Alman dilini müəyyən səviyyəyə qədər gətirin. Ən azı B2 səviyyəsinə qədər gətirin. Rəsmi sertifikatınızı alın. Çünki ondan sonra həm iş tapmaqda, həm də Almaniyaya alışmaqda, həm də Almaniyada gələcəyinizi qurmaqda bu sizə çox böyük kömək olacaq. Yəni bu o demək deyil, siz mütləq Almaniyada yaşamalısınız. Siz Alman dilini biləndən sonra siz Avstriyaya keçə bilərsiniz, İsveçrəyə keçə bilərsiniz, Holland dilini, yəni doçu çox rahat öyrənə bilərsiniz, Belçikaya keçə bilərsiniz. Yəni bir çox ölkədə Alman dilindən rahat iş tapıb qalıb yaşaya bilərsiniz. Amma əsas ilkin şərt siz Almaniyada bitirdikdən sonra Almaniyada qalmaq, işləmək, blue card almaq və prosesə alışdıqdan sonra, müəyyən təcrübə qazandıqdan sonra siz daha başqa ölkələrə transfer edə bilərsiniz və bunu edən bir çox tələbə var. Çünki siz artıq Almaniyada müəyyən bacarıq qazandıqdan sonra başqa ölkələrə keçmək, orada iş tapmaq, orada gələcəyinizi qurmaq, əgər Almaniyanı bəyənməsəz, çox-çox rahat olacaq. Üçüncü ən önəmli ölkələrdən biri Böyük Britaniyadır təbii ki. Böyük Britaniya əvvəllər immiqrant anlamında çox-çox üstünlükləri var idi. Çünki tələbələr, xüsusilə magistr tələbələri Böyük Britaniya oxumağa gedərkən öz yoldaşlarını da apara bilirdilər, onlar orada qalıb işləyə bilirdilər. Amma təəssüf ki, artıq Britaniya getdikcə həm təhsil sahəsində, həm ümumi miqrasiya sahəsində daha çox siyasətini sərtləşdirir və buna görə də indi artıq siz magistr bitirəndən sonra özünüz İngiltərədə 2 il qalıb işləyə bilərsiniz, doktoranturanı bitirəndən sonra İngiltərədə 3 il işləyə bilərsiniz və ondan sonra siz artıq rəsmi iş vizasına başvurub iş icazəsi alıb İngiltərədə işlərinizi davam etdirə bilərsiniz. Təbii ki, İngiltərədə qalmaq üçün, işləmək üçün yəni çox imkanlar var. Xüsusilə dəqiq elmlər sahəsində, tibb sahəsində, mühəndislik sahəsində, süni intellekt sahəsində böyük şanslar var. Amma İngiltərə hər sahədə iş tapmaq elə də asan deyil. Çünki bəzi sahələr həddən artıq doludur. Avropalılar özləri orada daha çox işləyirlər və İngiltərədən, xüsusilə Hindistandan, başqa ölkələrdən həddən artıq adi işləri görən insanlar var. Ona görə siz əgər İngiltərədə işləyib qalmaq istəyirsinizsə, siz ixtisasınızı, sahənizi, orada tələbatın hansına daha çox olduğuna baxmalısınız və buna görə addım atmalısınız. İngiltərədə süni intellekt, kompüter elmləri, mühəndislik sahəsində qalıb işləyən çoxlu Azərbaycanlılar var. Onlar hələ də İngiltərədə öz işlərini, karyeralarını davam etdirirlər və ya müəyyən bir yerdən sonra, müəyyən təcrübə qazandıqdan sonra onlar daha çox Amerikaya keçid edirlər. Çünki İngiltərədə müəyyən qədər işlədikdən sonra Amerikaya keçid etmək biraz daha rahatdır və ya başqa digər Avropa ölkəsinə. Ona görə İngiltərədə oxumaq həm bahalı, həm də ki, əlavə xərc tələb eləyir. Əgər siz İngiltərəyə investisiya qoyacaqsınızsa, xüsusilə magistr tələbəsi, siz nəzərə almalısınız ki, sizin ixtisas orada daha çox işə uyğun, karyera qurmaya uyğundur və siz bunu nəzərə alaraq İngiltərədə təhsilinizi bitirdikdən sonra İngiltərədə işləyib qala bilərsiniz. Təbii ki, ən böyük ölkələrdən biri Amerikadır, ABŞ-dir. ABŞ bilirsiniz ki,
əvvəllər ümumiyyətlə həm green card ilə, həm digər vizalara çox açıq idi. Amma son zamanlar Amerikada miqrasiya işləri həddən artıq sərtləşib və hətta tələbələr üçün də iş imkanları müəyyən qədər çətinləşib. Amerika özü böyük ölkədir, amma Amerika daha çox legal immiqrantlara daha çox üstünlük verir və bu da tələbələr üçün böyük bir şansdır. Siz oxuduqdan sonra əgər ixtisasınız humanitar bazlı ixtisasdırsa, yəni bir adi biznes ixtisasıdırsa, müəyyən humanitar sosial ixtisaslardırsa, siz sadəcə Amerikada qurtardıqdan sonra 1 il işləyə bilərsiniz. 1 il iş icazəsi alırsınız, işiniz ixtisasınıza uyğun olmalıdır və siz özünüzə bir sponsor tapmalısınız ki, bu sahədə də bəzən sponsorlar çətin olur. Ondan sonra siz artıq H1 viza dediyimiz viza ilə müraciət edib Amerikada işinizi davam etdirə bilərsiniz. Təbii ki, Amerikada biznes qurmaq istəyən, investisiya qoymaq istəyənlər üçün bu çox uyğundur. Amma xüsusi ixtisaslar çıxmaq şərti ilə Amerikada sadəcə universitet oxuduqdan sonra ixtisasınıza uyğun iş tapmaq biraz daha çətindir. Çünki artıq şirkətlər Amerikada sizə iş verməkdən daha çox çəkinirlər, miqrasiya siyasətindən çox narahat olurlar, dövlətin onların üzərində xüsusi təzyiqi var ki, və siz o asanlıqla işi tapa bilmirsiniz. Amma Amerikada dəqiq elm oxuyanlar, xüsusilə mühəndislik, süni intellekt, sistem dediyimiz sistem ilə oxuyanlar Amerikada avtomatik 3 il işləyə bilirlər və bu çox ona görədir ki, Amerikanın bu sahəyə daha çox ehtiyacı var və siz sistem bitirdikdən sonra, yəni biznes analitikadır, kompüter elmləridir, bütün mühəndislik sahələridir. Bunlar sistemli olduqları üçün siz burada rahat 3 il işləyə bilirsiniz və 3 ildən sonra sizə artıq şirkətlər bəyənirsə, siz ondan sonra H1 viza ilə davam edib şirkətlərdə işinizi tamamlaya bilirsiniz. Və ya siz 3 il təcrübə qazandıqdan sonra bəzən Amerikada qalmağa ehtiyacınız yoxdur. Siz Avropaya, İngiltərəyə, Kanadaya, digər ölkələrə çox rahat transfer ola bilirsiniz. Çünki siz Amerikada 3 il yaxşı şirkətə təcrübə qazandıqdan sonra həmin şirkətin İrlandiya şöbəsinə keçə bilərsiniz, həmin şirkətin Türkiyə şöbəsinə keçə bilərsiniz, həmin şirkətin Dubay şöbəsinə keçə bilərsiniz. Beləliklə siz işinizi çeşidləndirib Amerika olmasa belə başqa ölkələrdə çox rahat iş imkanı tapıb davam edə bilərsiniz. Ona görə Amerikada oxumağın böyük üstünlüyü var. Yəni Amerikada oxumaq hər zaman ondan sonra iş tapacağınızın anlamına gəlmir. Amma Amerikaya investisiya qoymaq, gələcəyini orada qurmaq üçün Amerika çox açıq və geniş maliyyə imkanlarına sahib olan bir ölkədir. Əgər Amerikanı seçirsinizsə, onun əziyyətlərinə də qatlanıb Amerikada gələcəyinizi qurmağa fokuslanmalısınız.